Bugünkü xəstəmiz çox maraqlı xəstədir. Xəstənin 49 yaşı var. Xəstənin anamnezində böyrək daş xəstəliyi var, xroniki böyrək çatışmamazlığı var. Belə ki, xəstənin deməli bir böyrəyə büzüşüb, digər böyrəkdə bir il bundan qabaq perikutan nefrototomiya əməliyyatı olunub, əməliyyat fəsadlarla keçib, sonradan sağalıb və xəstədə kreatinin yüksəlməsi ondan sonra müşahidə olunub. Kreatinin bizə müraciət edən zaman artıq 1,8 təşkil edirdi. Bundan əlavə xəstənin deməli böyrək daş xəstəliyi, xroniki böyrək çatışmamazlığı, bir böyrəyin büzüşməsi və eyni zamanda prostat vəzin adenoması var. Adenomanın çəkisi 220 qram təşkil edir. Böyük vəzlər biz çox edirik, lakin burada özəlliklə ondan ibarət ki, bu fikri çatdırmaq istəyirəm ki, xüsusən böyrək daşı olan xəstələrdə, bu cür böyrək çatışmamazlığı olan xəstələrdə artıq bu cür prostat vəzi adenoması aradan qaldırılmaq üçün çox həyati vacib bir məsələdir. Çünki hətta buna perikutan nefrototomiya eləyən zaman fəsad verib evə gedəndən sonra xəstədə üşütmə, titrətmə, qızdırma istəyiblər ki, buna stent qoysunlar. Vəzi böyük olduğuna görə çox çətinliklə stent qoyublar. Bəzən hətta bu mümkün olmur və xəstənin vəziyyəti kəskin pisləşir. Ona görə bu cür böyük vəzlərin götürülməsi eyni zamanda böyrəklərin funksiyasının da yaxşı vəziyyətdə qalmasına və gələcəkdə baş verəcək təhdidləri aradan qaldırmaqda yaxşı kömək eləyəcək. İndi pauza verin, zəhmət olmasa əməliyyatın gedişatını göstərərik. Bu biz girdik, artıq adenomanı görürsünüz, prostat vəzinin adenoması sağ pay, sol pay, girək içəri. Görürsünüz, sağ pay, sol pay. Gedirik, çox uzun bir yoldur. Bu da vəzin böyüklüyünün əlamətlərindəndir. Fikir verirsiniz nə qədər gedirik. Getdik. Stik, görürsünüz, prostat vəzinin adenoması təpə kimi bir dənə, burada bir qabarma var. Görürsünüz, bu qabarmadır ki, bu artıq stik hissəsidir. Bu şəkildə. İndi biz inşallah Allah'ın izni ilə prostat vəzinin tur əməliyyatını icra edəcəyik. Pauza. Sonra yaxar dəliyi harda yerləşib? Deməli, prostat vəzi adenoması onun üzərini örtür. Elə o vaxtda da bu şəkildə ki, buna stent qoymaq istəyiblər, çətinliklərlə rastlaşıblar. Ona görə bu prostat vəzi adenomasının götürülməsi gələcəkdə bu cür fəsadların aradan qaldırılmasına müsbət təsir edəcək. Başlayalım tur əməliyyatına. Başlayaq. Bəli. Xəstənin görürsünüz nə qədər böyük bir, hündür bir vəzidir. Yan paylardan başlayaq. Artıq vəzi toxuması görsəndi, görürsünüz. Bu şəkildə prostat vəzinin adenomasını biz tur rezeksiya eləyəcəyik. Əməliyyatın etapları barədə mən məlumat verəcəyim axırda.